Avtomobil ilk 2 saatdə 120 km, sonraki 2 saatdə isə 200 km yol getmişdir. Bütün yolda avtomobilin orta sürətini hesablayın. Orta sürət V orta bərabərdir. Gedilən ümumi yolun, bu yolun gedilməsinə sərf olunan ümumi zaman müddətinə nisbətinə bərabərdir. Baxılan halda yol 2 hissədən ibarətdir. Yazacaq S-in yerinə S1 üstəgəl S2 bölünmüş T1 üstəgəl T2. Burada T1 S1 yoluna gedilməsinə sərf olunan zaman müddətdir. T2 isə S2 yolunun gedilməsinə sərf olunan zaman müddətdir. Uyğun kəmiyyətlərin qiymətlərini yerinə yazsaq, V orta bərabərdir. S1 şərtə əsasən 120 km-dir. Üstəgəl S2 200 km-dir. Bölünmüş T1 2 saatdır. Üstəgəl T2 o da 2 saatdır. Bərabərdir. 120 üstəgəl 200 eləyəcək 320 km bölünmüş 2 üstəgəl 2 4 saat o da bərabərdir 80 km bölünmüş saat. Doğru cavab D bəndi. Sükunət vəziyyətindən mötərizədə V0 bərabərdir 0. Düzxətli hərəkətə başlayan cismin təcili hansı ifadə ilə təyin edilir? Mötərizədə V son sürət, T zamandır. Məlumdur ki, bərabər təcil hərəkətdə təcil A bərabərli V çıxılsın V0 bölünmüş T ifadəsi ilə müəyyən olunur. V0 bərabərdir 0 olduğundan A bərabər olacaq V bölünmüş T. Doğru cavab E bəndi. Düzxətli bərabər yeyinləşən hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki hansıdır? Ümumi halda düzxətli bərabər yeyinləşən hərəkətdə sürət zaman tənliyi V bərabərdir V0 üstəgəlinsin AT şəklindədir. Xüsusi halda başlanğıc sürət 0-a bərabər olarsa, bu tənlik V bərabərdir AT şəklində olacaq. Hər bir hala uyğun qrafiki çəksək, V-nin T-dən asılı qrafiki birinci hala, yəni başlanğıc sürətin müəyyən qiymətə malik olduğu hala uyğun qrafik xətti funksiyanın qrafikidir. İkinci hala uyğun qrafik isə koordinat başlanğıcından keçən düz xəttir, yəni düz mütənasibliyin qrafiki olacaq. Cavab variantlarında da, yəni sonuncu bu hala, yəni sükunət halından bərabər yeyinləşən hərəkətə uyğun qrafik göstərilib. Doğru cavab B bəndi. Hansı fiziki cəmiyyətin vahidi BC-də əsas vahiddir? Birinci yolun. Yol L hərfi və yaxud da S hərfi ilə işarə olunur. Yolun BC-də vahidi metrdir. Metr də əsas vahiddir BC-də. İkinci, sürət V hərfi ilə işarə olunur. Sürətin BC-də vahidi 1 metr bölünmüş saniyədir. Bu törəmə vahiddir, əsas vahid deyil. Üçüncü, kütlə. Kütlə M hərfi ilə işarə olunur. Kütlənin BC-də vahidi 1 kiloqramdır. Bu da əsas vahiddir. Deməli, yolun, kütlənin vahidi BC-də əsas vahiddir. Dördüncü, zaman T hərfi ilə işarə olunur. Zamanın BC-də vahidi saniyədir. Saniyə də əsas vahiddir. Beşinci, qüvvə. Qüvvə F hərfi ilə işarə olunur. Qüvvənin BC-də vahidi 1 newtondur. O da törəmə vahiddir. Beləliklə, yolun, kütlənin, zamanın BC-də vahidi əsas vahiddir. Doğru cavab olacaq 1, 3 və 4. Doğru cavab C bəndi. Kütləsi 200 qram olan top, kütləsi 5 kiloqram olan dirəyə zərbə anında 80 newton qüvvə ilə təsir edərsə, dirək topa hansı qüvvə ilə təsir edər? Newtonun 3-cü qanununa əsasən, qarşılıqlı təsir zamanı cisimlər bir-birinə qiymətcə bərabər, istiqamətcə əks qüvvələrlə təsir edir. Yəni, təsir əks təsirə bərabərdir. Şərtə əsasən, top dirəyə 80 newton qüvvə ilə təsir edir. Yəni, topun dirəyə göstərdiyi qüvvənin qiyməti 80 newtondur. Onda, Newtonun 3-cü qanununa əsasən, dirək də topa 80 newton qüvvə ilə əks təsir göstərəcək. Doğru cavab C bəndi. Cismə tətbiq olunmuş modulları 30 newton və 50 newton olan iki qüvvənin bu cismə verə biləcəyi ən kiçik təcil A1, ən böyük təcil isə A2 olarsa, A2 bölünmüş A1 nisbətini hesablayın. Şərtdən göründüyü kimi cismə modulları 30 newton və 50 newton olan iki qüvvə təsir edir. Bu qüvvələr bir düz xətt boyunca eyni istiqamətdə yönəldikdə
onda cismə təsir edən əvəzləyici qüvvə bu halda ən böyük qiymət alacaq. Deməli, əvəzləyici qüvvənin ən böyük qiyməti olacaq 30 Newton üstə gəlinsin 50 Newton bərabərdir 80 Newton. Belə ki, qüvvələr bir düz xətt boyunca eyni istiqamətdə yönəldikdə əvəzləyici qüvvə bu iki qüvvənin modulları cəminə bərabər olacaq. Bu iki qüvvə cismə bir düz xətt boyunca əks istiqamətdə tətbiq olunduqda əvəzləyici qüvvə ən kiçik qiymət alacaq və əvəzləyici qüvvənin qiyməti bu qüvvələrin modulları fərqinə bərabərdir. O da 20 Newton olacaq. Newtonun ikinci qanununa əsasən əvəzləyici qüvvənin təsiri altında cismin aldığı təcil A bərabər F bölünmüş M ifadəsi ilə müəyyən olunur. Burada A1 təcilin ən kiçik qiymətidir. Onda A1 bərabər olacaq F əvəzləyici minimum, yəni ən kiçik qiymət bölünsün M. O da bərabərdir 20 Newton bölünmüş M. A2 təcildə bərabər olacaq F əvəzləyici maksimum, yəni ən böyük qiymət bölünmüş M. O da bərabərdir 80 bölünmüş M. Şərtə əsasən bizdən A2 bölünmüş A1 nisbətinin hesablanması tələb olunur. A2 bölünmüş A1 bərabər olacaq 80 bölü M bölünsün 20 bölü M, M'lər ixtisar gedəcək, 80 bölünsün 20 qalacaq, bərabərdir 4. Doğru cavab D bəndi. F3 qüvvəsinin hansı qiymətində cisim düzxətli bərabər sürətlə hərəkət edir? Mötərizədə sürtünmə nəzərə alınmır. Newtonun birinci qanununa əsasən düzxətli bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. Şəkildən göründüyü kimi cismə sola F1 qüvvəsi təsir edir, sağa doğru isə F2 və F3 qüvvələri təsir edir. Bu qüvvələrin əvəzləyicisinin sıfıra bərabər olması üçün F2 qüvvəsinin modulu ilə F3 qüvvəsinin modulu cəmi bərabər olmalıdır F1 qüvvəsinin moduluna. Buradan F3 qüvvəsinin qiymətini hesablasaq, F3 bərabər olacaq F1 çıxılsın F2. Şəkildən göründüyü kimi F1 qüvvəsinin qiyməti 50 Newtondur, F2-nin də qiyməti 30 Newtondur. 50 çıxılsın 30 olacaq 20 Newton. Beləliklə F3 qüvvəsinin ədədi qiyməti 20 Newtondur. Doğru cavab B bəndi. Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvənin qiymətindən asılı qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. Newtonun ikinci qanununa əsasən cismin kütləsi M bərabərdir F bölünmüş A ifadəsi ilə müəyyən olunur. Qrafikdən göründüyü kimi əvəzləyici qüvvənin qiyməti 30 Newton olduqda cisim 6 metr bölünmüş saniyə kvadratı təsirə malik olur. Yəni F'in yerinə 30 yazdıqda A da olur 6. 30 bölünmüş 6 eləyəcək 5 kiloqram. Doğru cavab B bəndi. Kütlələri M1 bərabərdir 200 qram və M2 bərabərdir 500 qram olan iki cismin qarşılıqlı təsiri zamanı ikinci cismin aldığı təcil 4 metr bölünmüş saniyə kvadratı olarsa, birinci cismin təcilinin qiymətini hesablayın. Məlumdur ki, iki cismin qarşılıqlı təsir zamanı aldıqları təcillərin modulları nisbəti onların kütlələrinin tərs nisbətinə bərabərdir. Yəni, A1 bölünmüş A2 bərabər olacaq M2 bölünmüş M1'ə. Buradan A1'i hesablasaq, A1 bərabər olacaq M2 bölünmüş M1 vurulsun A2'yə bərabərdir. Şərtə əsasən M2 500 qramdır, M1 200 qramdır, vurulsun A2 ikinci cismin təcilinin modulunda 4 metr bölünmüş saniyə kvadratıdır. Sıfırları ixtisar edəsək, 4'ü 2'yə bölsək 2'yi, 2'ni də 5'ə vursaq eləyəcək 10 metr bölünmüş saniyənin kvadratı. Doğru cavab E bəndi. Tarazlıqda olan dinamometrin göstəricisine əsasən cismə təsir edən ağırlıq qüvvəsinin qiymətini və cihazın xətasını müəyyən edin. Məlumdur ki, dinamometr ondan asılmış cismin çəkisini ölçür. Sistem tarazlıqda olduğundan cismin çəkisi baxılan halda ona təsir edən ağırlıq qüvvəsinə bərabərdir. Şəkildən göründüyü kimi dinamometrin əqrəbi 8 rəqəminin üzərində dayanmışdır. Yəni cismə təsir edən ağırlıq qüvvəsinin qiyməti 8 Newtondur.
Dinamometrin hər bir bölgüsünün qiyməti 1 newtondur. Cihazın xətası isə bir bölgüsünün yarısına bərabər olduğundan, deməli, xəta bərabər olacaq. 1 newton bölünmüş 2 bərabərdir 0,5 newton. Doğru cavab C bəndi. Dövrətmə periodu 12 saniyə olan cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. L nöqtəsini keçdikdən sonra ilk 6 saniyə ərzində cismin yer dəyişməsinin modulunu hesablayın. Bölgülər bərabərdir. Əvvəlcə cismin L nöqtəsini keçdikdən sonra 6-cı saniyənin sonunda harada olacağını müəyyən edək. Bunun üçün dövrlər sayını hesablayaq. Dövrlər sayı böyük N bərabərdir. Zaman müddəti kiçik T bölünsün dövrətmə periodu böyük T üstəyə hesablanır. Bərabərdir. Şərtə əsasən dövrətmə periodu 12 saniyədir. Böyük T-nin yerinə 12, zaman müddəti isə 6 saniyədir. O da bərabər olacaq 2də 1 dövr, yəni yarım dövr. Yarım dövr ərzində cisim L nöqtəsini keçdikdən sonra diametral əks nöqtə olan hər hansı bir K nöqtəsinə çatacaq. Onda cismin 6 saniyə ərzində yer dəyişməsi LK parçasının uzunluğuna bərabər olacaq. Məlumdur ki, yer dəyişmə cismin başlanğıc nöqtəsini son nöqtə ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yer dəyişmə vektoru S ilə işarə olunur. Onda yer dəyişmənin modulu S bərabər olacaq 2 vurulsun R. Çünki burada OL və OK çevrənin radiusudur. Bərabərdir. Şəkildən göründüyü kimi çevrənin radiusu 3 bölgüdür. 1, 2, 3. Hər bölgüdə 5 metr olduğundan radius 3 vur 5 olacaq 15 metr. Deməli, yer dəyişmə modulu S bərabərdir 2 vurulsun 15 metr. O da bərabərdir 30 metr. Doğru cavab D bəndi. Dövrətmə periodunun sabit qiymətində radiusu 2 dəfə azaltdıqda çeviri üzrə hərəkət edən cismin sürəti necə dəyişər? Çeviri üzrə bərabər sürət hərəkətdə sürət V bərabərdir 2πr bölünmüş T ifadəsi ilə müəyyən olunur. Şərtə əsasən dövrətmə periodu müəyyən bir sabit qiymətə malikdir. 2π vuruqda sabit olduğundan ondan 2π bölünmüş böyük T ifadəsi də sabit qiymətə malik olacaq və buradan alınır ki, sürət radiusla düz mütənasibdir. Baxılan halda radius 2 dəfə azalır, onda çeviri üzrə hərəkətdə sürət də 2 dəfə azalacaq. Doğru cavab A bəndi. Cisim verilmiş radiusu çevrə üzrə saat əqrəbinin hərəkəti istiqamətində hərəkət edir. K nöqtəsini keçən anda bu cismin sürət vektorunun istiqamətini müəyyən edin. Məlumdur ki, çeviri üzrə hərəkətdə trayektoriyanın ixtiyari nöqtəsində sürət vektoru trayektoriya toxunan istiqamətdə yönəlir. Baxılan halda cisim saat əqrəbinin hərəkəti istiqamətdə dövr etdiyindən K nöqtəsində sürət vektoru radiusa perpendikulyar istiqamətində şaquli yuxarı yönələcək. Doğru cavab A bəndi. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Açar sözlər 1. Dövrətmə tezliyi 2. Dövrətmə periodu 3. 1 tam dövr 4. Periodik hərəkət. Cismin çevrə üzrə bir nöqtədən hərəkətə başlayıb yenidən həmin nöqtəyə gəlməsi bir tam dövr adlanır. Birinci boşluğa uyğun gəlir 3-cü ifadə. Bərabər zaman aralıqlarında təkrarlanan hərəkət periodik hərəkət adlanır. Növbəti boşluğa uyğun gəlir 4-cü ifadə. Cismin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zaman dövr etmə periodudur. Növbəti boşluğa 2-ci ifadə uyğun gəlir. Vahid zamandakı dövrlər sayı dövr etmə tezliyidir. Sonuncu boşluğa da uyğun gəlir 1. Beləliklə doğru cavab C bəndidir. Ağırlıq qüvvəsi və cismin çəkisi üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. 1. BSD vahidi newtondur. Həm ağırlıq qüvvəsinin, həm də çəkinin BSD vahidi newtondur. Belə ki, çəki qüvvədir, dayaq və ya askıya tətbiq olunmuşdur. Deməli, 1 uyğun gəlir hər ikisinə ortaya. Vektorial kəmiyyətdir. Həm ağırlıq qüvvəsi, həm də çəki vektorial fiziki kəmiyyətdir. Deməli, 2 də uyğun gələcək ortaya. Üçüncü, yer və ya digər
göy cisimləri tərəfindən cismə təsir edən cazibə qüvvəsidir. Bu ağırlıq qüvvəsidir, yəni 3 uyğun gələcək sola. Dördüncü, ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və ya askıya tətbiq etdiyi qüvvədir. Bu da cismin çəkisidir. Dördüncü ifadə uyğun gələcək sağa. Beləliklə, doğru cavab E bənidir.